Nə qədər təmizləməyə çalışsam da təmizləyə bilmədiyim bir dodaq boyası ilə gəlmişəm sizə. Faberlikin yeni mat dodaq boyaları. Mat olsalar da dodağı qurutmur, dodaqda çox gözəl qalır. Bu hələ silinmiş halıdır. Salfetka ilə silməyə çalışmışam. İndi bunu təmizləyib mən sizə bunu təqdim edəcəm. Bu pomadaları təqdim edəcəm. Özünüz görəcəksiniz dodaqda nə gözəl qalır. İlk növbədə primer çəkirəm həmişə dodağa. Nə qədər dodağı qurutmasalar da mən bundan sonra çəkilmiş pomadanı daha çox bəyənirəm. Hal-hazırda bunlar yoxdur. Bunu soruşmayın məndən. Yəni bazada yoxdur. İlk növbədə pomadanı da tam silə bilməmişəm. Belə. İndi isə bu iki rəngdən. Burada tam mən rəngləri bilmirəm, sizə göstərə bilirəm. Altdan mən öz rəngini qoyacağam pomadanın. Bu bordovu rəngdir. Bu il trenddə olan rənglərdəndir. Bu da açıq çəhrayı, həmişə sevdiyim rənglər. Gəlin bundan başlayaq, çünki bunu çəksəm apara bilməyəcəm. Xanımlar, mat olsa da dodaqlarda çat yaratmır, çat-çat qalmır, quru qalmır. Çox gözəl nəmləndirir. Mən bunları tətbiq etmişəm artıq. Baxın. Görürsünüz, çox gözəldir. Yəni indi gəlin bu bordovu rəngi tətbiq edək. Bir də mən sizə onu əlimdə göstərim. Baxın, əlimdə də tətbiq edim mən bunu. Buradan daha aydın şəkildə görə biləcəksiniz. Baxın. Baxın nə gözəl oturur belə. Çox gözəldirlər. İndi isə bu ilin trendi olan bu bordovu rəngi tətbiq edəcəm. İşıq var burada. Gəlin bu əlimdə bunu tətbiq edim. Baxın bu rəngdir. Yəni belə, mən çox bəyəndim xanımlar. Dediyim kimi, gözəl qalır dodaqda, getmir, qalıcıdır. Dodağı nəmləndirir, qurutmur və mat effekt verir.